Damla Sanat izleyicileri, bir programla daha sizlerle birlikteyiz. Peki neredeyiz? Bu çekimi nerede yapıyoruz? Bakü'deyiz. Yani dost kardeş ülke Azerbaycan'da, Azerbaycan Yazıcılar Birliği'nin merkezindeyiz. Burada Ülemayl Murat hanımefendi ile birlikteyiz. İlk programımızı da Azerbaycan'da onunla yapacağız. Çok dolu bir insan. Eserleri çok, bilgi birikimi çok. Tabii ben bunu girişte böyle söylüyorum. Kendisini anlatmam çok doğru değil. Bir de mümkün de değil açıkçası. Dolayısıyla biz kendinden kendisine dinlemeyi tercih edeceğiz. Buyurun. Kendinizi önce bir tanıtırsanız Türkiye'deki izleyicilerimize. Siz bizim bu Azərbaycan Yaşlılar Birliyinin Tərcümə Mərkəzinin Ədəbi Əlaqələr şöbəsinə, bu otağa, bu ocağa, bu söz ocağına, mədəniyyət ocağına xoş gəlmisiniz. Hoş bulmuşam, hoş bulmuşam. Və mən həm uzun müddət mühəndis müəllim işləmişəm, bir öyrətmən olmuşam. 18 il Gürcüstanda işləmişəm. Qalanını da mən Bakıda deməli Neft Energetika Kollecinin baş müəllimi olaraq çalışmışam. Bir 10 ildən çoxdur da ki, mən Azərbaycan Yazıçılar Birliyində əməkdaşlıq eləyirəm. Ədəbi işçi vəzifəsində çalışıram mən Azərbaycan Yazıçılar Birliyində, bu ocaqda, bu ədəbiyyat ocağında və bizim rəhbərliyimizə, Anar müəllimə öz minnətdarlığımı bildirirəm ki, o hər vaxt bizə səmimi və öz qayğısını göstərir həqiqətən də və biz ondan ilham alaraq yazırıq, yaradırıq. Yəni ki, mən bütün Türk dünyasından ilham alıram, yazıram, yaradıram. Məsələn, mən həqiqətən də Orta Asiya ölkələrində oldum, Özbəkistanda, Qazaxstanda, Qırğızstanda, Tacikistanda və bir neçə dəfə Türkiyə ilində olmuşam. 2012-ci ildən deməli Türk dünyasında İstanbulda olmuşam, Anadolu'da olmuşam, Antalya'da olmuşam, Alanya'da olmuşam və Bursamıza Osmanlı İmperiyasının 130 illik paytaxtı olan Bursamızda isə 2 dəfə olmuşam. Həm uluslararası sənət kültür tədbirlərində olmuşam və oradan da mən şeirlər yazmışam həqiqətən. Və 2022-ci ildə ən böyük dünya festivalı oldu sənət kültür Qədirlidə 4 gün. Mən o Qədirlidə 4 günü bir kitaba çevirdim və oradan da gələndən sonra düşündüm ki, biz bütün Türk dünyası birləşib bir Turan birliği yaratmalıyıq. Və orada bir şeir də yazdım. Həqiqətən o kitabımda var. Turan Evet, bir şimdi tanıtalım tabii. Siz devam edin konuşmaya. Qədirlidə 4 gün bax bu kitabda. Onu həm Özbəkistanda tərcümə olundu, həm Türkiyəmizdə tərcümə olundu, həm də Azərbaycan dilində və bir neçə dillərdə. Orada mən belə bir orada Ey Birlik bayrağı, Turan bayrağı burada səslənibdi, yazılıbdı. Tərcüməçilər çox sağ olsun, çox da gözəl tərcümə eləyiblər. Evet. İndi mən onu sizlərə çatdıra bilərəm. Olur olur buyurun. Könül Turan sevgisiyle doludur. Bu yol Türk'ün yolu, hakkın yoludur. Seni tutan erenlerin koludur. Ey birlik bayrağı, Turan bayrağı. Ürəyimdən neçə həzin səs gəlir. Turan eli köksümdədir dincəlir. Qalxacaqsan, zaman gəlir, gün gəlir. Ey birlik bayrağı, Turan bayrağı. Altaylardan Xəzərə tək çalxalan, Anadolu illərini arxalan, Ağrı dağın zirvəsində dalğalan, Ey birlik bayrağı, Turan bayrağı. Bu bir himn olaraq səslənir. Bizim Milli Konservatoriyanın dosenti, əməkdar artist Anar Şuşalı və Özbəkistan Milli Konservatoriyasının baş müəllimi Nicora xanıma da minnətdaram ki, onlar Özbək dilinə tərcümə edib və orada da səslənir bu himnimiz. Evet, çok güzel. İnanıram ki, bunu elə Türkiyədə də səsləndirəcəklər. Çünki mənim Bursada olan Türk qardaşlarım dedilər ki, biz bunu da həm də Türk dilində biz səsləndirib bir himn kimi
bu bayraq altında birləşəcəyik. Evet, çok güzel. Peki kitaplarınız hangi alanlarda? Yani şiirler var, roman, hikaye, öyküler, E, Müxtəlif səpkilərdə mənim şeydir. çeşit çeşit. Həm Evet, şeirlərim var, poemalarım var, hekayələrim var. evet. Ondan sonra mən ən əsası olaraq kitablar indi mənim 40-dan çox 42-43 kitablarım var. O çok güzel. Onlardan dastanlar var. Mən ən çox şəhidlərimizlə bağlı yazıram. Və mən 44 günlük Vətən müharibəsində həqiqətən yazandaykən Türk dünyasının cənab Tayyip Erdoğan qardaşın necə 44 günlük bizə böyük mənəvi siyasi dəstəyi oldu. Elə də fikirləşdim ki, Karabağ e, Savaşı'nda değil mi? Karabağ. 1918-ci ildə, 1918. bəli, Qarabağ savaşında 44 günlük Evet. Vətən müharibəsində bizim Azərbaycana köməkliyini görəndə bayrağımızın yanında bir Türk bayrağı dalğalandığını görəndə mənim keçmiş tariximiz yadıma düşdü. 1918-ci ildə necə ki Qafqaz İslam Ordusunun bizə sentyabrın 14-dən 15-nə keçən gecə mühasirədə olan Bakımızı azad etdilər və Azərbaycan bayrağının yanında bir Türk bayrağı da dalğalandı. Ona görə mən o ərəfədə 44 günlük Vətən müharibəmiz ərəfəsində Nuri Paşa dastanını yazdım. Evet. Və Nuri Paşa dastanı 5 dildə tərcümə olundu. Eyni zamanda Türkiyədə də çap olundu. Evet, Nuri Paşa burada İngilizceden yapılmış. İngilisdir, İngilizce ərəbdir, yapılmış. fransızdır, Arapça. bəli, bəli. Bir neçə dillərdə tərcüməsi var. Evet. Çok güzel bir eksen. Azərbaycanın türkçəsinə, yəni ki, Türkiyədə də çap olundu. Bu kitab Evet, elə bu da- Türkiyədə çap olundu. Bu deməli bizim Azerbaycan'da Təbrizdə- çap oldu. bu Tebriz'de. İran'da İran'da çap oldu çap və orada oldu. da tərcümə olundu. Bu da Biz Türkiye'de belə çap oldu. qərara gəldik ki, Evet. bu bizi istəməyənlər eşitsin, bilsin ki, bizim necə paşalarımız var, necə bizim qəhrəmanlarımız var, necə bizim arxa hayan olacağımız dövlətlərimiz var və Evet. bizə qardaş olacaq insanlar var. Bax belə düşünərək Evet. mən bu 44 günlük Vətən müharibəsində bunu yazdım. Evet, çok güzel. Bu arada ben bir dipnotla bir bilgi paylaşayım değerli izleyiciler. Hazır Azerbaycan'dayken bunu başka yerlerde çok dillendirmemiştik, denk gelmemişti daha doğrusu. Burada söylemek isterim. Şimdi Nuri Paşa'nın Azerbaycan Rus işgaline girdiğinde yardım isteniyor tabii biliyorsunuz. O ara yardım geleceği vaat ediliyor, söyleniyor ama iç meselelerden dolayı Osmanlı gecikmeli olarak 2 yıl sonra Azerbaycan'ı kurtarmak için Nuri Paşa komutasındaki orduyla Bakü'ye geliyor. Bu birinci, yani ilk o Osmanlı'nın yardım etme meselesi olduğunda Ahmet Cevat çok büyük bir şairimizdir. Çırpınırdın Karadeniz'i yazıyor, o dönemde yazıyor. Bir türküdür bu. Tabii yıllar içerisinde bizim Türkiye'deki bir siyasi partimiz bunu kullandığı için bunun bir türkü değil, farklı bir mecraya kaydığını da söylemek lazım. Çok güzel bir türküdür. Yani Azerbaycan'ın halkının, Türklerin işgal altındayken bütün dertlerini anlatan bir şiirdir. Sonra da tabii bir türkü haline getirilmiştir. Türkiye'deki bakış açısıyla Azerbaycan'daki bakış açısının farklı olduğunu da burada söylemek, belirtmek isterim. Dolayısıyla Nuri Paşa'nın Azerbaycan için değeri çok daha farklı bir yerdedir. Doğru mu? Belə, doğru. Çünki 1918-ci ildə biz Ənvər Paşanı da anmasaq olmaz. Tabii, Çünki Ənvər Ənvər Paşamız, Paşa da evet. Nuri Paşanın qardaşıdır. Onun əmri ilə bizim Qafqaz İslam Ordusu təşkil olunub və Təşkil bizə köməyə gəlibdir. Və hər kəsə minnətdaram. Mən bunu yazanda bizim Şəhidlər Xiyabanında biz Nuri Paşa o vaxtları şəhid olanlarımızın qəbir üstünü ziyarət elədim və böyük bir poema yazdım. Həqiqətən Allah rahmet şəhidlərimizə eylesin də hepsine. rəhmət eləsin həmsinə. Bu arada Ahmet Cevat'a da nurlar içinde yatsın. Ahmet Cevat da çok büyük bir şairimizdir. Zaten Azerbaycan coğrafyasında şairlerin, yazarların, düşünürlerin, filozofların sayısı sayılamayacak kadar çoktur. O nedenle Azerbaycan Türk dünyası içerisinde
çok farklıdır Özbekistan'la birlikte. Hani daha önceki programlarımdan da hatırlarsınız. Kırgızistan küçük bir ülkemiz. O da canımızdır ama orada tarihi eserler ya da edebiyat konusunda işte Cengiz Aytmatov'un dışında çok böyle Türkiye ve dünyaya Türk dünyasına ve dünyaya mal olmuş çok fazla edebiyatçımız, yazarımız, düşünürümüz yok. Ama tabii biz bütün bu coğrafyayı Çin'e kadar, Azerbaycan'dan Çin'e kadar bütün coğrafyayı Türkistan olarak aldığımızda bu coğrafyadaki akil insanlar çok fazla. Bunu da belirtmek lazım. Evet, Siz buyurun. mənə bir dənə o Çingiz Aytmatovun adını çəkdiniz. Evet, Mən deməli 2023-cü ildə ya 24-cü ildə, yəni hər iki ildə mən orada oldum, Qırğızstanda. Çingiz Aytmatovun ev muzeyində oldum və çox dəyərli bir muzey. çok, çok, çok. Mən dünyada bəlkə bir Evet, neçə yer muzeylərdə, hətta Azərbaycanda belə elə muzeyimiz yoxdur. evet, Çünki orada dedilər ki, nəvəsi, qız nəvəsi danışdı, dedi ki, şeydir, bizim soy kökümüz türkdür və hətta ulu babaları vəsiyyət edib deyib ki, mənim uşaqlarım Türkiyədə yaşasın. İndi oğlunun biri dedi Türkiyədə yaşayır evet. və yaşayanlara salam olsun, dünyasını dəyişənlərə də Allahdan rəhmət Rahmet diləyirəm. olsun. Yəni ki, mən gəzdikcə, getdikcə çox şeylər gördüm və dedim ki, şeydir, belə qərara gəldim ki, biz Azərbaycan Yaşlılar Birliyinin rəhbərliyi Anar müəllimə öz minnətdarlığımı bildirirəm ki, mən belə bir layihədə bulunmaq istədim. Dedim ki, Anar müəllim, mən istəyirəm ki, Azərbaycan Yaşlılar Birliyinin nəzdində bir Turan Qadın Yazarlar Birliyi düzəldək. Türk Dünyasının Qadın Yazarlar Güzel Birliyi. fikir. Və onu yaratdıq Ha, çok güzel. və onun dərgisini hazırladıq. Turan Birliyi dərgisi. Kadınlar olarak, Kadınlar Türk olarak. kadınlar olarak. Türk Evet. burada indi Tabii Türkiye'den devletler haricinde muhtar yani cumhuriyetler bu ve bizim özel cumhuriyetler de var. İlk. ilçi bırakılmıştı. Bizim Zəfərnamənin 5 illiyinə deməli bizim Vətən müharibəsinin şəhidlərimizin Allah məkanını cənnət eləsin, var olsunlar və bizim zəfərimizin 5 illiyinə düşdü. 5. yılına düştü. Bəli, ona Özel, görə biz zəfərimizin özel. 5 illiyini yəni bir Ha, İlham Aliyev'in. İlham Əliyevin o müzəffər ali baş komandanımız Evet, evet. təbrik elədik. Türk Qadın Yazarlar Birliyi olaraq onun da şəklindən və biz orada dəmir yumruğu mən belə görürəm də. O dəmir yumruq üçün bizim o dəmir yumruq həmrəylik yumruğudur, vətən yumruğudur, bayraqdır, sülhdür, birlikdir, cəsarətdir, zəkadır. Bunların hamısı birləşərək bir olaraq, bütün Türk dünyası bir olaraq birləşərək bizə güc verdilər. Bax, bu həmin o dəmir yumruqdur ki, Məhəmməd Peyğəmbərimizin Zülfüqar qılıncını Həzrət Əliyə bağışladığı bir yumruqdur. Bax, bizim yumruq həqiqətən də mən İlham Əliyevin, bizim prezidentimizin yaratdığı yumruğu mən elə təsəvvür edirəm. Çünki bir tərəfi zəkadır, ağıl, bir tərəfi haqq, ədalətdir. Biz haqq, ədalət üçün vuruşduğumuz üçün, öz torpaqlarımız üçün vuruşduğumuz üçün, Azərbaycanımızın bütövlüyü üçün vuruşduğumuz üçün, Qarabağ üçün vuruşduğumuz üçün, biz haqq, ədalət yolunda olduğumuz üçün biz qələbə qazandıq, zəfər çaldıq. Və bununla bütün Türk dünyasına Azərbaycanımızın prezidentini, elə də Rəcəb Tayyip Ərdoğan qardaşımızı öz minnətdarlığımızı bildiririk ki, hər vaxt Türk dünyası, Türk xalqı, Turan elləri bizlə olub və bizə mənəvi siyasi dəstək olubdur. Bu qardaşlığı, bu möhkəmliyi mən deyirəm ki, mənim soyum kökümdür qədim Turan elləri. Buradan Tanrının səsi, Türkün nəfəsi yağır. Azərbaycan, Türkiyə. Bir millət, iki dövlət. Bu himni oxumağa Türkü Şuraya çağırın. Yəni bizim Heydər Əliyevimiz, milli liderimiz də deyib ki, bir millət, iki dövlət olaraq biz birik. Elə də mən milli liderimizin 100 illiyinə Sən Azərbaycansan şeirini yazdım. Orada haqqa söykənib kökün dayağın, uzaq ulduzlardan gəlir sorağın. Harda ədalət var, üç rəng bayrağın, ordu dalğalanır Azərbaycanın. Mərmərədən Altay dağlarına can,
Mərmərədən Altay dağlarına can, Kazandan Təbrizin bağlarına can. Hamı bir ağızdan sənə deyib can, səni qardaş sanır Azərbaycanım. Səninlə qoşadır sevinç saadət. İnsana, millətə, haqqa məhəbbət, doğudan, batıdan gör neçə millət sənə ünvanlanır Azərbaycanım. Evet. Gülamayı səndən ilhama gəlir. Pərvanədir, yanan bir şama gəlir. Kutsal bayrağını salama gəlir. Quş tək qanatlanır Azərbaycanım. Zirvələrdə olan, qartal tək zirvədə olan Azərbaycanıma Azərbaycan eləyən, bizlərə kömək eləyən Türk dünyasına, Türk millətinə, öz xalqımıza, o bizim Türk milləti də öz millətimizdir. Bizə kömək olub, arxa hayan olduqları üçün onlara da öz minnətdarlığımı bildirirəm. Həqiqətən Turan elləri üçün nicat körpüsüsən sən, ölmə zəfər çalan həyat körpüsüsən sən. Azərbaycan, Türkiyəm. Yaşasın Azərbaycan, Türkiye. Evet, çok güzel. Evet, çok güzel bir şiirdi. Teşekkür ediyoruz. Sizin 5 şehit ile ilgili de bir kitabınız var. 5 ulduz. 5 Yıldız. Mən 5 Yıldız. deməli 22 kitab şəhidlərlə, milli qəhrəmanlarla, Sovet İttifaqı 22 qəhrəmanlarla kitab. 22 kitab. O Maşallah. ancaq şəhidlərə, qəhrəmanlarımıza aid yazdığım ettiğiniz. povesti, hekayədir, dastandır, romandır, poemadır. Bax belə, roman yox, yazmamışam roman. Ha, anladım. Poemadır, şeirlərdir, hekayədir, ondan sonra povesti, oçeriklərdir, dastanlardır. Mən ən çox dastanlara müraciət edirəm. Şəhidlərimizlə bağlı olanda həm şeir olur, həm o nəsr formasında olur. Çox da gözəl olur. Mən şəhidlərimizin həqiqətən də o torpaqda çiçəyə dönən, cənnətdə bəyə dönən, sinəmizdə ürəyə dönən şəhidlərimizin məkanı ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin. Mən müqəddəs ruhunuz uçdu göylərə, Tanrı ağışını aldı sizləri. Ən gözəl istəkli mələklər kimi cənnət bağçasına saldı sizləri. Bilirəm, məhsud dindir ruhunuz. Zəfər təntənəli devrandı bugün. Şuraya sancılıb zəfər, Şuraya sancılıb vətən bayraq. Bilirəm məhsud din, bilirəm necə dedim? Oluyor öyle Mən- tabii. Şimdi biraz da duygulandınız siz. Bilirəm məhsud dindir ruhunuz. Zəfər təntənəli devrandı bugün. Şuraya sancılıb vətən bayrağı. Qarabağım Azərbaycandır bugün. Qarabağım Azərbaycandır deyən dilləriniz var olsun. Bunu ilk dəfə bizim Azərbaycanımızın prezidenti Müzəffər Ali Başkomandanımız İlham Əliyev cənabları demişdi və bu şüar olaraq hər gün, hər yerdə hamımız deyirik. Elə Türk dünyası, Turan elləri deyir ki, Qarabağ Azərbaycandır. Qarabağ bütün Türk dünyasının Turan elləridir bugün də. Evet. Həqiqətən də mən bu şeirim yarımçıq qaldı. Evet. Onu deyim Tabii ki, sizlərə deyin, şeydi. deyin. Heh. Yəni ki, mənim soyum kökümdür qədim Turan elləri. Buradan Tanrının səsi, Türkün nəfəsi yağır. Azərbaycan, Türkiyə, bir millət, iki dövlət. Bu himni oxumağa Türkü Şuşaya çağır. Şığısın şahin kimi asmana səsimiz. Yayılsın dörd bir tərəf, dörd bir yana səsimiz. Gətirsin tarixləri yenə cana səsimiz. Bu himni oxumağa Türkü Şuşaya çağır. Yağlar baş qaldırıb deyə bilərmi qanqan? Türk elləri birləşib olsalar yenə bir can. Azərbaycan, Türkiyə, Türkiyə, Azərbaycan. Bu himni oxumağa Türkü Şuşaya çağır. Qoy bu himin. Hər misra, hər bir bənddə oxunsun. Türk yaşayan hər şəhər, hər bir kətdə oxunsun. Ankara, Bakı, Daşkənd, hər başkənddə oxunsun. Bu himni oxumağa Türkü Şuşaya çağır. Bu zamanın hökmüdür. Bunu zaman eşitsin. Eşitsin bütün ellər, bütün cahan eşitsin. Məni Türkəm söyləyən insan eşitsin. Bu himni oxumağa Türkü Şuşaya çağır. Bu himni oxumağa mən bütün Turan ellərini, Türk dünyasını Şuşaya və Azərbaycana dəvət edirəm ki, Evet. o gün olsun ki,
biz bir Turan bayrağı altında birləşərək birlik. Mən niyəsə belə düşünürəm ki, o Turan bayrağı birlik yaranacaq, Turan birliyi yaranacaq, Türk dünyasının birliyi yaranacaq. Amma o Türk dünyasının birliyi olaraq heç bir Cumhurbaşqanı məndən inciməsinlər. Bizim müzəffər Ali Başkomandanımız İlham Əliyev cənablar olacaq. Bilmirəm niyə. Çünki mən aprel döyüşlərində də fikirləşirdim ki, biz mütləq qalib gələcəyik. Onda demişdim ki, bir ana qəlbinin fəryadı ilə düşmənin səhvini pozacağam mən. Zəfər nəğməsini cıdır dürzündə durna lələyi ilə yazacağam mən. İnşallah. İndi mən o durna lələyi ilə yox, o feronla yazacağam ki, həqiqətən bütün Türk dünyası Turan elləri birləşəcək. İnşallah. Bir de değerli izleyiciler, Gülemay Hanım'ın 75. Yaş için Gönül Pıçıltıları diye bir eser meydana getirmişler. Bundan da biraz bahsedebilir miyiz? Bəli. Yəni bunun ən çox zəhmət çəkən bizim Azərbaycan Yaşlılar Birliyinin Tərcümə Mərkəzinin ədəbi əlaqələr şöbəsinin sədri Əsəd Cəhəngir olubdur. Ona öz minnətdarlığımı bildirirəm və bizim Türk dünyasının ədəbi əlaqələr sədridir. Bizim Özbəkistandan 40 şairimiz orada burada tərcümə olunur. Azərbaycandan da 40 şairimiz orada tərcümə olunur. Yəni dünyaya yayımlanır və İbrahim İlyaslıya öz minnətdarlığımı bildirirəm. Öz minnətdarlığımı bizim Türk dünyasının dilçi alimi olan akademikimiz Nizami Cəfərova öz minnətdarlığımı bildirirəm ki, onun rəhbərliyi ilə, onun köməkliyi ilə, onun mənəvi dəstəyi ilə çıxıbdır və bizim rəhbərliyimizə minnətdarlığımı bildirirəm ki, çox gözəl bir mənim 75 illiyimi təbrik elədi və bütün örnək olaraq hər kəsə bildirdi ki, Güləmağa xanım hər bir yazarın anasıdır. Anar müəllimə də çox minnətdaram. Evet, çok güzel. Və çox tanınmış yazarlarımız, orada heç olmazsa 118 insanlar mənim haqqımda öz fikirlərini söyləyiblər. Mənim 7 yerdə mənim 75 illiyimi keçirdilər. Ondan biri elə bu tərcümə mərkəzində keçirdi Əsəd Cəhəngir. Sonra Anar müəllim, Yaşlılar Birliyinin sədri öz otağına dəvət elədi. Öz əməkdaşlarımızla bir yerdə. Sonra Qazax rayon icra hakimiyyətinin Rəcəb Babaşova minnətdarlığımı bildirirəm ki, orada böyük bir təntənəli tədbirimi keçirdilər. Ayın 23-də də 21-də Bursada keçirdilər mənim 75 illiyimi. 23-də isə Akstafa rayon icra hakimiyyətinə də yenə minnətdarlığımı bildirirəm. Seymur orada keçirdilər və Atatürk mərkəzinin, Azərbaycanda Atatürk mərkəzində mənim böyük 75 illiyimi keçirdilər. 7 yerdə mənim Çok güzel, çok güzel. Maşallah. Peki programımızın da sonlarına geldik. Şimdi tabii siz bu kadar yıl emek harcıyorsunuz. Allah daha çok uzun ömür versin. Değerli izleyiciler, burada Azerbaycan'da, ben Kazakistan'da da görmüştüm. Genellikle böyle yaşadıkları süre içerisinde yazarlara, şairlere, sanatçılara bir onure etme açısından böyle çalışmalar hazırlanıyor. Türkiye'de çok fazla olan bir şey değil bu. Keşke o da olsa. Ancak öldükten sonra kıymet bilinir oluyor maalesef. Dolayısıyla o zaman biz son cümlelerinizi alabilir miyiz? Gençler nasıl okumaya teşvik edilsin, ne yapsın? Son bir cümlelerinizi de alalım, toparlayalım. Həqiqətən mən gənc yazarlarımızla qürur duyuram. Elə də gənc tələbələrimizlə qürur duyuram. Onlar doğrudan çox əfənəkli deyim də, çox savadlı və biliklidirlər. Amma gənclərimizdən bir şey xahiş edirəm ki, bizim öz milli ədət-ənənələrimizə dəyər versinlər. Düzdür, bu xaos bir zamanda yaşayırıq. Evet. Çox qarmaqarışıq bir zamanda yaşayırıq. Ona baxmayaraq, mən gənclərimizi çox sevirəm, həqiqətən də. Onlar bizim gələcəyimiz, nəfəsimiz, ürəyimiz, hər şeyimizdir. Doğrudan da elə bizim Nazilə Gültaş da bilir ki, bizim gənclərimiz çox gözəl yazırlar. Çox dəyərli şairdirlər mənim üçün. Amma öz milli ədət-ənənəmizə dəyər versinlər, Evet, onu istəyirəm. gelenek, göreneklere değer verilmesini tavsiye ediyor. Programımıza katıldığınız için çok teşekkür ediyoruz.
Değerli izleyiciler, Karavanla Sanat bu haftalık bu kadar. Görüşmek üzere. Hoşça kalın. Hə, çox sağ olun. Mən də Osmanlı jurnalist var idi. 2017-ci ildə o da Evet. götürmüşdü məni. Osman Gərgin idi. Nə o da onlara da salam olsun. O gazeteci şeydi. Çünki biz Tərtərə gedirdik. Evet. Mən də o vaxtlar 2017-ci ildə böyük bir qarşılıq idi. Çəkişmələr, döyüşmələr. Onlar gəlmişdilər Osman. Evet. Onlara da selamlar Onlara da olsun. salamlar. Çok değerli Karavanla Sanat izleyicileri, yine Azerbaycan'dayız. Azerbaycan'ın çok değerli isimleriyle, edebiyatçılarıyla, sanatçılarıyla, şairleriyle, yazarlarıyla, müzisyenleriyle söyleşilerimiz, sohbetlerimiz devam ediyor. Bugünkü konuğum, bu haftaki konuğum Kemale Müslüm kızı. Hoş geldiniz. Sağ olun. Ben de böyle tabii biraz garip gibi geliyor ama hoş geldiniz derken biz aslında ev sahibi olduk artık Azerbaycan'da. Özellikle de Yazıcılar Birliği'nde. Buralarda çekimlerimizi yapıyoruz. Biz de hoş geldik ama artık biz ev sahibi gibi davranıyoruz böyle hoş geldiniz derken. Siz izleyicilerimizi tanıması açısından kendinizi biraz tanıtır mısınız? Kemale Müslüm kızı, araştırmacı yazarım ve esasen Güney Azerbaycan üzere tarih şəxsiyyətlərin həyatını araştırıram bu haqqında. Hem məqalələr, hem tarihi pieslər qələm alıram. Və eyni zamanda özəl teatr rəhbəriyəm. Bir çox dövlət teatrlarında tanışmalarım səhnəyə qoyuram. Özüm qoymuşam. Həm öz pieslərimə, həm digər dramaturgların əsərlərinə müraciət etmişim. Çok güzel. Yani tiyatro, özel tiyatronuz var değil mi? Sizin kendi mekanınız var yani. Mekan yani dövlət teatrı, Devlet tiyatrosunda. saymadı. Bakıda böyle 7-8 dövlət teatr binası var. Bizim özümüzün kiçik yerimiz var, məşqlərimizi eləmək üçün. Evet. Amma çıxış edirik dövlət teatrlarına. Müraciət edirik, onlardan icazə alırıq. Evet, çok Onların səhnələrində çıxış edirik. Şeyden başlayalım sıra olarak böyle yani çok da kafa karıştırmadan araştırmacı kısmınızdan başlayalım. Mesela neler yapıyorsunuz araştırma olarak? Araştırmalarda əsasən Güney Azərbaycandan, bugün İran adlanan, İran. ama siz bilirsiniz ki Güney Azərbaycandır. Orada yaşayan Şəhriyardır, Tahirə Qürrətüliydi, Səməd Beylik gibi bu isim tarih şəxslərimiz var ki, onlar öz imzalarını qoyublar tarixdə. Onlar haqqında araşdırma məqalələr yazıram, piyeslər yazıram və onlardan biri Tahirə Qürrətüliyinin dünyada qadınların emansipasiyası, yəni azadlığı uğrunda ilk olaraq beynəlxalq müstəvidə tanınan və bu yolda 34 yaşında Qacar rejimi tərəfindən edam olunan bir Azərbaycanlı şair, ədəbi tərcüməçidir. Bütün dünya onu tanıyır. Təəssüflər olsun ki, bizdə o qədər də tanınmır. Mən onun həyatından, ilk tamaşamı onun həyatından yazdığım piyes əsasında Akademik Dövlət Dram Teatrı var. Bizim en büyük tiyatromuz. Onun səhnəsində 2018-ci ildə biz o tamaşanı verdik. Sonra bunu arzuladılar gelip bir yıl sonra 2019-cu ildə Genç Tamaşaçılar Teatrı var. Onun səhnəsində biz bu tamaşanı yeniden... Gençler o sahnelerde bu defa tamaşa için. Əslində gənclərdir, amma o teatrın adı belədir. Adı öyle. Adı belədir ki, Genç Tamaşaçılar Teatrı adlanır. Orada hər səkidə tamaşalar oynanılır. Və sonra Səməd Beyrəngilin həyatını yazdığım piyesədən və yenilər səhnə həyatı vermişdim. Bunun gündəyində Rəşid Bilqudovla Mahnı Teatrında o da tədbir oldu. O tədbirdə bir parçada tamaşadan biz təqdim elədik. Sonra sonuncu tamaşa bizim yazıcımız var, Nara Gülxanın. Onun piyesini səhnəyə qoydum. Şuşa Dövlət Dram Teatrı var. Onun səhnəsində tamaşaya qoydum. Və yenə də təkliflərimiz var. Yəni, zaman oldukça, vaxt oldukça biz bunları həyata keçirəcəyik. Araştırma olarak başka var mı çalışmalarınız? Araştırma olarak esasen ben kadın hukukları ile bağlı olan meselelere daha hassas yanaşıram. Güzel bir yaklaşım bölgesi orası. Bizim Asya'daki kadınlarımızın, şimdi tabii biz dünyada çok yer gezdiğimiz için özellikle Asya ve Anadolu'yu da gezdim. Anadolu'daki bakış açısıyla yani Anadolu'nun merkeziyle
Asya birbirine daha yakın şey olarak, töre olarak ama zaman içerisinde siz nasıl değerlendiriyorsunuz Türkiye'deki kadınların yaşamını, kadın haklarını, kılık kıyafet konusunda da mesela e, Asya'nın kadınları daha mı gelenekçi, töreci, Türkiye'nin kadınları daha mı böyle batıya yöneldi sizce? Tespitleriniz nedir? Türkiye çok büyük bir Evet. tarifini için, yani Türkiye'nin tarifine bakmak, ötəri bakmak kifayetli ki, onun geçtiği yol hakkında saatlerle danışmak mümkündür. Doğru. Ve ben Türkiye hakkında hemşe danışında dedim ki, o bir lokomotiv kimi, diğer Türk devletlerini sanki öz arkasında olan birbirini düzerek aparma gücünde iktidarındadır. Çünkü yani bizden farklı olarak siz bilirsiniz ki biz Sovetlerin kömürlerinden çok çetinlikle çıkmışız. Doğru. Çok az bir müddette bir çekmeye çalışırız. Düşünürüm ki Azerbaycan da çok güzel bir yol getiriyor. Çünkü 30 Kesinlikle. yıl içinde bizim geçtiğimiz yola bakanda da biz bunu diyebiliriz. Ama Türkiye'nin siz özünden de yaşlıyız. İki yere bölmek mümkündür. Bunlar qərbe yönlü yani meyillilik var, şərqə meyillilik var. Ama ne olur olsun Türk tarihini unutmamak, Türkçülük yani hiçbir yani dini mövqü ben düşünürüm ki Türkçülüğün karşısına geçmemelidir. Esas mənbə orasıdır. Yani Türk'ün tarihi daha verimli, daha şərəflidir. Mənə elə gəlir ki, bütün muhalif yönlü insanlar da, istəyir qələm adamları olsun, istəyir sənət adamları olsun, burada birləşməlidir. Əsas Türkçülüğü öne çəkmək lazımdır. Çünkü bütün Türk dilli xalqların kökü birdir. Eğer Türkçülüğü öne çekseniz, bütün Türk dilli xalqlar Türkiye'nin etrafında daha çok sık birleşer. Çünkü büyük kardeşliğini itiraf etmek lazımdır. Yani sonuçta Türkiye'de kadınlar bir kısmı batıya doğru giyinebiliyor, bir kısmı töresini koruyabiliyor gibi öyle mi anlayın? Bu töre koruması deyəndə bugün Türkiye'de, Kılık kıyafet giyim kuşam anlamında biraz kadınların. yani bir şey diyeyim, giyim tabii ki azad olmalıdır ama her bir insanın giyimi onun daxilindən xəbər verir. Yani çok təəssüflər olsun ki, bugün mənə deyirlər ki, sən nə cür feministsən, belə danışırsın. Ben feminist olarak kadınların pozulma hüququnu qorumaq tərəfdarıyım. Yazdığım məqalelerde de buna deməli fikirlərimi bildirmək istəyirəm. Ama yani tamamen çimenlik giyiminde şehirde gezmek bu bir inkişaf göstergesi değil. Çok təəssüflər olsun ki, az mütaliyesi olan insanların beynine gitmeye çalışırlar ki, bu modernlik değil. Tabii ki ben bir insanın giyimine göre linç olunmasının əleyhinəyəm. Ama yani çok yaxşı olan ki, her bir insan giyim mədəniyyəti olsun ki, neyi harda giymək lazımdır. Yani ben istəmərəm, nə məndə evladlarım, nə yaxınlarım çimenlik giyiminde şəhərdə gitsinlər. Yani bu bir modernlik değil. Ama ben kiminse de tamamıyla bir kızının hayat yoldaşısının arzusu olmadan onu zorla kapatmanın əleyhinəyəm. Bu insanın öz kendi tercihi. Kadın kendi tercih etmeli. Özü düşün. Yani düşüncesi olmayan bir insanın ne giymesinin önemi yok. Yok. Bir insan, kadın daha bizim tarih hakkında geldiği ki bilirsiniz, Azerbaycan'ın çok tanınmış mesenatı olup, biliyorsunuz, Niyet Magnatı. O Azerbaycan'da oğlanlar için mektep olmayan da düzenlendi, kızlar için mektep açtı. 1905. yılda o Çark Rusyası'ndan çok büyük rüşvet vererek o icazəni aldı ki, kızlar için mektep açsın. Ve tarih gösterdi ki, o kız mektebini bitiren mezunlar kızlar Azerbaycan'ın en işıklı fikirli hanımları oldular. Çünkü onun böyle güzel bir fikri vardı. Deyirdi ki, bir oğlan, bir savadlı oğlan da özü için savadlıdır ama bir hanım savadlıdırsa, o bütün bir ailenin yani eğitimli deyirsiniz, siz savadlı, təhsilli olmasında hakkı saklıyor. Doğru. Yani bir kadın savadsız, çünkü uşaqla ana ünsiyyətdə olur. Ana hansı mədəniyyətin, hansı savadının, hansı intellektual zirvenin sahibidirsə, o evlatlarına yansıyır. Yani kadın bilgili olursa, kadın eğitimli olursa bütün toplum eğitimli olur. Bizim çok meşhur bir şairimiz var, Hüseyin Cavit. Hüseyin Cavit diyor ki, sürüklenen beşeriyet kadınla yükselecek. Yani bir toplumda, bir cemiyette kadın ne kadar savadlı,
nə qədər təhsilli, nə qədər özgür düşüncəlidirsə, həmin cəmiyyət inkişaf edəcək. Əks təqdirdə, yəni biz dünya deməli bugünkü tarixə də, keçmiş tarixə də nəzər salanda görürük ki, qadınlara müstəqil olmayan, yəni necə deyirlər, yəni baskı altında qalan qadın cəmiyyəti inkişaf etmir. Etmiyor. Bunu zaten etrafta görüyoruz Evet. ülkelerde. Yani Komşu mesela ülkeler. Afganistan'da falan görüyoruz. Yəni, değil mi? Pakistana da biraz baxa bilərik. Pakistan'a da Yəni, bakalım. ona görə məsələn, Azərbaycan mən düşünürəm ki, elə Azərbaycan da olsun, Qazaxıstan da olsun, bir balaca araşdırma etsək görərik ki, qadınlar istər idmanda, istər iqtisadiyyatda, bütün sahələrdə kişilərlə bərabər gedirlər, hətta önə çıxırlar. Doğru. Min illər boyu. Doğru. Kazakistan'da Tezgah. mesela çok kadın işte pazarlarda olsun, devlet dairelerinde olsun her yerde kadının izi var. Yani. Evet. Çok güzel bir şey. Yani. Bravo. Peki tiyatroya dönersek, siz piyesler de yazıyorsunuz. Evet. Piyeslerin konuları nasıl? Yani çeşit çeşittir şüphesiz de. Özellikle işlediğiniz konular var mı yani yazdığınız piyesler? Yani bu arada siz senaryo yazarısınız bu anlamda. Mən ruhən Güney Azərbaycana bağlıyam. Hətta mənim haqqımda düşünəndə deyirlər ki, yəqin ki, kökün oradan gəlir. Yox, gəlmir. Sadəcə Bir sevda var, bu bir sevgi var. sevgidir. Bilirsiniz ki, biz 202 Biliyorum. Şimali və Cənubi Azərbaycan iki yerə İkiye ayrılır. ayrıldı. Mənim bir qələm, kiçicik bir qələm adamıyam. Mənim gücüm yalnız orada baş verən hadisələrə, məsələn, məni Yunus TV televiziyası çox vaxt dəvət edir, bu sahədə araşdırmacı olduğuna görə. Və orada baş verən hadisələrlə bağlı çıxışlarım olur. Amma məni ən çox incidən oradakı soydaşlarımızın öz dillərində məktəb aça bilməmələri, öz dillərində təhsil ala bilməmələri daha çox incidir. Ən çox mən oradan Azərbaycan əlifbasını öyrənmək istəyən şairlər var, yazıçılar var. İnternet üzərindən onlara kömək edirəm. Bizim dili öyrətməyə çalışıram və pyeslərimin əsas mövzusu o tərəfdə yaşayan. Şəhriyara pyesi əsas etmişəm bizim çox sevilən bir şair. Çok değerli bir şair. Sonra Tahirə Qudretliyin haqqında dedim bayaq. Dünya Avropada qadınlar hətta öz müstəqillikləri haqqında fikir bəyan edə bilməyəndə bu xanım emansipasiyanın əlifbasını yazdı. Bu xanımı hətta belə bir rəvayət var ki, Şah Qacar Nəsrəddin Şahına evlilik təklif edir ki, mən sən bilirsiniz ki, mollalar fətva verilsin, bu ölmədə də edam olmalıdır. Deyir, mən səni başqa cür xilas edə bilmərəm. Mənim mələkəm ol, nikahda qıyaq sənə, səni mən xilas edeyim, çünki mənim xanımın olduğum sürəcə sənə dəyə bilməzlər. Deyir ki, mən ömrü boyu hür yaşadım, azad yaşadım. Mən qadınlara azadlıq istəyirəm. Ona görə çox zəngin bir ailənin xanımı olub, çox zəngin. Atası, qaynatası, yəni Qəzvin şəhərinin ən vadi insanları olublar. Mən kiminsə mələkəsi olacaqdımsa bu yola çıxmazdım. O qəbul edəndə çox işgəncə ilə 34 yaşında onu edam edirlər. Və həmin Tahirə Qudretli dünyanın bir nömrəli və onun haqqında bütün dünyada yazılır. Özünüz məncə bir qədər araşdırsanız da görərsiniz. Və mən də uşaqlığımdan sevirdim Tahirə Qudretlini və ən mühtəşəm piyesim ona həsr olundu və biz onu 2 dəfə teatrlarda göstərdik. Sonra Səməd Beyləngi bilirsiniz ki, 28 yaşında onu çox məmalı şəkildə dünyadan getdi. Tarixi faktlar göstərir ki, o rejim tərəfindən öldürüldü. Çünki o balaca qarabağlıq hekayəsi ilə, o hekayələr toplusu onun dünya birincisi olmuşdu. Bir çox dillərə tərcümə olunmuşdu və o araşdırmalar göstərir ki, İranda baş verən o azadlıq hərəkatının öncüllərindən biri idi. Onun bütün dostları Səməd Beyləngidən sonra bir edam olundular. Və o da Azərbaycan dilini öz şagirdlərini öyrətmək üçün öz vəsaiti ilə kitablar çap edirdi. Kənd və kənd gəzirdi, bizim Azərbaycan dilində olan nəğmələri toplayırdı. Folklor nümunələrini toplayırdı. Yəni belə bir şəxs idi, onu da edam etdilər olar ki, aradan götürdülər. Bir piyesində ona həsr olunur. Və əsas orada ki, sözünü demiş tarixi şəxsiyyətlər var ki, mən əsas onlar haqqında yazıram. Amma bizim özümüzün məniflərimiz də var. Sonra bir İngiliz yazar var ki, bir qaldı, onun haqqında da mənə
Öncə araşdırmışam, məqaləsini yazmışam, sevəndən sonra ona piyes təsir eləmişəm. Tarixi şəxsiyyətlər haqqında piyesim, onun piyesim. Peki şimdi Güney Azerbaycan'dan bahsettiniz, öyle sevdalim dediniz. Bu günümüzde, yani şu son 50 yılda da diyebiliriz. Güney Azerbaycan'daki yazarlar, şairler, işte sinemacılar, heykeltıraşlar, sanat alanında eserler veren, geçmişten aldığı güzellikleri, bilgileri bugüne ulaştıran kimseler var mı şu anda? Yani böyle hatırı sayılır, toplumda söz sahibi olan. Yani söz sahibi deyəndə mən buradan baxdığım Evet, pəncərədən baxdığım deyə bilərəm. Orada da yəni ki, rəhbərliyi ilə inkişaf etməyə. Amma mən bir söz deyim ki, məsələn, siz də Türkiyədə Türk dilində yazıb yaradı və bilir ki, onun oxucusu olmaq. Evet. Bizdə dövlət dilimiz Azərbaycan dili sayılır. Burada bilirik ki, biz Azərbaycanca yazmışıq və nəşr edəcəyik. Bizi hamı başa düşəcək. Orada bilirsiniz ki, ağızdan ağıza yayılır. Onlar öz dillərində çox çətinliklə nəyisə nəşr edirlər. Bu baxımdan onlarda inkişaf gedir, amma o səviyyədə getmir. Bilirsiniz ki, onlar Azərbaycan dilində yazdıqlarını elə bir böyük nəşriyyatları yoxdur ki, bizim kimi kitabı istədikləri qədər şeyləsinlər, yəni baskıya çap elətdirsinlər, nəşr etdirsinlər. Amma ki, yəni orada əsas gənclərdə mən görürəm, çox gözəl potensialı cavan uşaqlar var, həm xanımlar, həm kişilər. Amma onların daha öne çıxması üçün biz Azərbaycandan onlara dəstək olmalıyıq. Biz onlara yüksək səviyyədə dəstək olmasaq, onlar bir o qədərlə sözlərini duyurabilir. Şöyle bir şey soracağım. Araştırmacı olduğunuz için merak ediyorum. Yani tabii kendimce bir fikrim var ama sizin fikrinizi duymak istiyorum. Şimdi az önce saydığınız isimlerden öldürüldüler, kadın düşünürler, işte şairler, yazarlar, erkekler gene aynı şekilde. Toplumda bilhassa söz sahibi olan ve bu toplumları yönlendiren şairlerin, yazarların, düşünürlerin, aydınların, toplum psikolojisine hakim olan insanların ilk hedef alınmasından sonra toplumların çöküşü başlıyor değil mi? Yani yeni nesil rehbersiz, lokomotifsiz oluyor. Evet. Şimdi bu durumda Güney Azerbaycan'da bu şekilde olabilir mi ya da şu anda bir uyanış var mı? Orada uyanış var, onu bütün dünya gündeminden görebilirik. Bəli, hər dəfə inqilab yatırılanda bir qədər çöküş olur, amma o istək ki, onlarda o qədər güclüdür. O yenidən qalxır. Yəni, mən bir isim ağlıma gəldi, onun haqqında bizim bu Qobustan dərgisində, Yaşlılar dediğim Qobustan jurnalında da bir məqaləm getdi, hərbi ihtisamı haqqında. Yəni, o xanım və digər xanımlar, çox maraqlıdır ki, xanımlar daha məhdəyim, daha mühkəm, daha kararlı değil mi? Bəli, daha məhdəyyətli. Güçlülər. Və bunlar Güney Azərbaycanda, Arazdan o tərəfdə yaşayanlar, yəni onlar məğlubiyyəti heç də belə asan sindirmirlər. Düz məğlub olurlar. Dəfələrlə orada xalq hərəkatları olub, inqilablar olub, amma onlar heç də yəni belə rahat həzm eləmirlər bunu. Müəyyən bir müddət keçir, baxırsan ki, yeni bir cərəyan başladı. Siz baxsınız nə qədər bir anda kızları elədilər, idam elədilər. O başı örtüsünü açmazın üstündə. Ama yavaş yavaş da gevşetmek zorunda kalacaklar. Evet. Çünkü bu zor olacak şeyler Gördüler değil. Gönülle ilgili şeyler. Yani zaten o kararı kaldırdılar, o mecburiyeti kaldırdılar. Düzdür, gene de var ama o mecburiyeti kaldırdılar. Ve işin ilginç yanı, kadınlar bunu gene yapıyor. Yani ben orada isterdim ki erkekler de desin ki, ya kadına siz niye karışıyorsunuz? Yani kadın kendi kılık kıyafetini giysin. Evet, biz biraz önce konuştuk. Sizinle de, siz de aynı fikirdesiniz. Çıplaklık medeniyet değil, evet. Ayrı bir mesele. Evet. Ama kadının başı açık mı olacak, kapalı. Bu erkeği ilgilendiren bir konu değil bence yani. Hani dini bir mesele ise bu kadının kendi meselesi olması lazım. Hani erkeklerin kadına bunu dayatması yanlış, bence de yanlış. Erkek kendi dini inancını, yani kendine emir edilmiş şeyleri yaşasa bile zaten kadın istese başını da örter, her şeyi de yapar. Kadına bırakılması gerekiyor. Orada da tabii bu kadar baskının sonucunda olacağı buydu yani. Değil mi? Bir dənə, sizin bu
sualımıza. Tahir Qurrətülin haqqında yazdığı bir roman var, hələ onu tamamlamamışam. Orada anası ilə mükaləməsi var. Orada deyir ki, kişilərin dediyi qanundur, sənə ancaq boyun bükərək qəbul etmək qalır. Uşaqlıqdan fevri olur Tahirə. Və ona çox körpə yaşında möcüzə uşaq təfəllüsü verilir. O belə bir cavab deyir. Deyir, necə olur ki, yer kürəsini, qalaktikaları, ulduzları, ayı, güneşi, hər bir şeyi yaradan Allah cəmi 2 cins insan yarattı və qadını kişiyə görə yarattı. Sən necə buna inana bilərsən? Tabii, Məsləhət olsaydı, Allah 3-cü bir cinsdə yaradardı. O həm kişinin, həm qadının nökəri olardı, qulluğunu tutardı. Amma mən buna inanmıram, mən bunu qəbul eləmirəm. Mən bu dünyaya eşit gəlmişəm, hür doğulmuşam və o hürriyyəti də sonunda eylama apardı, amma çox böyük bir yol açdı. Özündən sonra bugün İranda 4 mühüm şairin adı keçir orada. Müslim Rəhbərhani, bir Pərvin İqtisadi, bir Tahir Qurrətli idi və Tahir Qurrətli həmin modernist poeziyanın necə deyirlər, vilayəsi hesab olunur. Həm qurucusu və həm möhtəşəm şairəsi hesab olunur. Yəni, mən bunları görüb, bu qədər baskıya rəğmən, əgər qadınlar bu qədər inkişaf edirlərsə, onlar inkişafdan qalmırlarsa, düşünürəm ki, mən doğru mevzularda işləyirəm. Teşekkür ederim. Son olarak söyleyeceğiniz var mı? Türkiye'de sizi izleyenlere. Son olaraq mən sizə təşəkkür edirəm və sizin vasitənizlə həm qadın kimi, həm bir gəlin adamı kimi arzulayıram ki, bütün Türk dünyasında yaşayan qadınlar, analar birləşsinlər, müxtəlif tədbirlər olur. Biz gedirik, onlar gəlirlər. Bu festivallarda, bu tədbirlərdə daha möhkəm dostluqlar yaransın, daha möhkəm biz birləşik ki, mədəniyyət, ədəbiyyat sahəsində bilgin olsa, digər bütün sahələrdə də heç kəs Türk qardaşlığının arasına nifaq sala bilməz. Zaten edebiyat birleştiriyor. Bakın bizim buralara gelmemizle, bir arada olmamızla hep edebiyatla ilgili. Evet, değerli Karavan Sanat izleyicileri, Kemale Hanım'la muhabbetimizin de sonuna geldik. Bizi izlediğiniz için teşekkür ediyoruz. Ve Kemale Hanım'ın dediği gibi, söylediği gibi araştırma, okuma, tarih konusunda da sizler de yapanları ayrı tutuyoruz ama yapmayanlar da biraz daha böyle orta seyri araştırsın. Araştırmadan da bir şeye inanmayın diyerek programımızı sonlandırıyorum. Hoşçakalın.